Çünki rüşvətxorluğun iki tərəfi var, alan və verən. İndi mən potensial bu rüşvəti verənlərə deyirəm ki, dayandırın bunu. Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, dərhal məlumat verin. Prezident administrasiyasına, Nazirlər Kabinetinə. Mən hal-hazırda bazarlıq eləməyə gəlmişəm. Və bu kartofa, soğana baxıb bilirsiniz nə fikirləşirəm? Azərbaycanda həqiqətən də hər şey bazara çevrilib. İqtisadiyyatımız da, səhiyyəmiz də, təhsilimiz də, məhkəmələrimiz də və s. Baxın, bax mən bu pulu verib 1 kilo kartof alacam. Kimsə də pul verib məktəbdə, universitetdə diplom alır. Kimsə də məhkəmədə pul verib azadlığa qovuşur. Kimsə də xəstəxanada pul verib sağlamlıq arayışı alır. Düzdür? Alış-veriş dünyasında bir sözlə Azərbaycan dönüb olub Bazarbaycan. Bax, nə deyəsən belə yaşayışa? Belə yaşayışımıza bir qoz. Yeri gəlmişkən, qoz da xeyirli daha. Başın xarab olub da belə.